Salam, hər vaxtınız xeyir olsun, əziz futbol sevərlər. Premier Liqanın 5-ci turunda hər birinizə xoş gördük. Turun, daha doğrusu günün ikinci qarşıdurması Repro Unity İnam futbol klublarının qarşıdurmasını izləyirik. 55 Murad, 7 Sərxan, 10 Heydər və hesab açılır Kobud Səhv Fərhaddan. Son toxunuş isə Emil Oruçovdan olur. Komandanın kapitanı Vüsal 27 Rüffət Mehman və Diakonal ötürmə Oruçovdan Şamilə. Nihatdan təzyiq var və auto yollanır. Səzidən də zərbə gəldi, Fərhad diqqət. Sağ sağ sınaqdan irəliyir. İnam komandasının kapitanı. Zərbə heç də çətin olmadı dəf etmək. Altına ötürməsi keçdi. Mehmandan qüvvətli zərbə, Ramil. Emil Soy, Kamal'la oynadı. Kamal'dan içəriyə doğru ötürmə, Emil Oruçov və son anda Nihat. Nihatdan içəriyə doğru ötürmə, İdəli zərbəsindən sonra. Keçmədi Cəqanlı ötürməsi, Omran Müsənnə. Emil Oruçov, müdafiə arxasına ötürmə cəhdi, uğursuzdur. Emil Oruçov, Kamil, Oruçov, Fərhad. Omran, Kamil, Emil. Oruçovun ötürməsi intiqama. İntiqam və gol! 2-1. Arazlığı Omran. Omran itirdi topu. Nihat sağ sınaqdan sürətlənir. Nihat zərb endirdi. Ramil yerindədir. Heydər itirdi topu. Kamilin zərbəsi isə Saldan müdafiə arxasına doğru ötürmə. Qalkiper yumruqları ilə uzaqlaşdırdı. Mehman. Mehmandan qüvvətli zərbə. Yenə də Ramil. İlk nəticəsi Repro Unity komandasının minimal üstünlüyü var. İnam komandası üzərində və ikinci isə başlar. Öz istiqamətində Emil Oruçova. Oruçov. Emil Oruçovun ötürməsi və Kamal. 3-1 edir hesabı. Üncül ötürmə gəlir. Səliqəli ötürmə ilə həmçinin də yaxşı da ram etmişdi. Kamil. Kamilin zərbəsi. Kamal. Emil Soy. Qaydan topa da zərbə. Sədinin ötürməsi. Kamal, Emil. Kamildən gəlişinə zərbə və korner. Kamal ötürməsi yaxınlıq şəkildə və daha doğrusu Kamilin ötürməsi. Rəhatdan edər ötürmə gəlir. Top itkisi. Sədinin zərbəsi qalxın içərindən. Top itkisi, intiqam. Ceyhun amma top yandan silkəliyir və sağ intiqam. Omran yenə də intiqamla yaxşı oynadılar, ötürmə gəlir. Ceyhunun zərbəsinə Mehmandan kritik. Fəthin zərbəsi, Ramilin reaksiyası. Kamal. Emil Oruçov yaxşı sıyrılır rəqibinə. Oruçov və gol! Sol qərarı gəlir. Kamal. O ötürməsi sağsına. Başla zərbə və intiqam. İntiqam. Və nöqtədə qoyulur Repro Unity komandası. Bu maçda qalib gələrək 3 xal asillərinə yazdırır.